Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala nebiyyina Muhammed ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. Sual çıxa bilər ki, dəstəmazda Bismillah deməyin hökmü nədir? Dəstəmaz alanda Bismillah deməyin hökmü nədir? Elm əhli ixtilaf eləyib, iki dənə qavulda dəstəmaz alan insanın Bismillah deməyinin hökmündə. İki fikir var İslamda, İslam dinində, elm əhlinin, İslam alimlərinin bu məsələdə iki dənə fikir var. Birinci qavul odur ki, birinci rəy odur ki, dəstəmaz aldıqda Bismillah demək vacibdir. Xatırlanarsa, əgər bir insan Bismillah deməyi xatırlaya-xatırlaya, unutmadıqca tərk eləyərsə, onun dəstəmazı batildir. Bu, İmam Əhməd ibn Həmbəldən ən məşhur rivayətdir. Və həmçinin bu rəyi dən alimlərdən İmam Əl-Həsən Əl-Basri rahmanullah və həmçinin İshaq Rahveyyə və başqa ən məşhur olan İslam alimlər. Birinci rəy, deməli, onu deyir ki, kim xatırlayaraq Bismillahirrahmanirrahim tərk eləyərsə dəstəmaz aldıqda, o insanın dəstəmazı batildir. Bu barədə hədis var Peyğəmbər sallallahu aleyhi ve sellemdən. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur: "La vudu'a limen lem yezkir ismullah aleyh." Kim dəstəmaz aldıqda Allahın adını çəkməzsə, yəni Bismillah deyib başlamazsa, o adamın dəstəmazı yoxdur. Hədis açıq-aşkardır gördüyümüz kimi, təvilə ehtiyac yoxdur və böyük şərhə ehtiyac yoxdur. Hədisin özündə gəlmişdir ki, kim dəstəmaz alanda Bismillah deməzsə, Allahı zikr etməzsə, o adamın dəstəmazı yoxdur. Hədisi İmam Əbu Davud rahiməhullah rivayət edib, Sunan kitabında 101 nömrəli hədisdir. Və hədisi Əbu Hureyra rivayət edib, radiyallahu anhu, hədisin sihhətində ixtilaf var. Lakin əsrimizdə ən məşhur hədis alimi Şeyx Albani rahiməhullah bu hədisi həsənləşdirmişdir, bu hədisi gözəlləşdirmişdir. Və rahiməhullah İrva-ül Qalil kitabında 81-ci nömrəli hədisin şərhində buyurmuşdur ki, İmam Hafidil Munziri və həmçinin alimlərdən Əl-Əsqalani və həmçinin İbn-i Salah və həmçinin İbn-i Kəsir və Əl-İraqi, bunların hamısı həmin hədisin keçərli, güclü və həsən olduğunu qeyd etmişdilər. Və Şeyx Muhammed rahiməhullah da bu rəyi dəstəkləyir və kim xatırlayaraq, bilərək, unutmadan Bismillah dəstəmaz olan tərk eləyərsə, onun dəstəmazının olmadığını zikr edir. Bu, möhtərəm qardaşlar, ixtilafdan çıxmaq üçün daha güclü rəydir. Bu, ixtilafdan çıxmaq üçün daha güclü rəydir və həmçinin dəlilinin açıq-aşkar məsələyə aid olduğuna görə. İkinci rəydə odur ki, Bismillah demək dəstəmaz aldıqda müstəhəbdir, sünnədir və vacib deyil. Mənası da odur ki, kim istər xatırlayaraq, istər xatırlamayaraq Bismillah tərk elərsə dəstəmaz alanda, o insanın dəstəməzinə zərəli yoxdur. Bunu isə, bu rəy isə cümhur alimlər deyir. Yəni, əksər alimlər, alimlərin çoxu bu rəydədir. Alimlərin çoxu bu rəydədir, qardaşlar. Və burada önəmli olan çoxluq, azlıq deyil. Burada əsas məsələ dəlildir. Ona görə kimlər vacib görürsə, onların fikri iki şeyə görə daha doğrudur. Birincisi, dəlil olduğuna görə və dəlil mu'təbər və keçərli olduğuna görə. İkincisi də həmin rəy götürmək ixtilafdan çıxmaqdır. Həmin rəy götürmək ixtilafdan çıxmaqdır və dini məsələlərdə ehtiyat babındandır. Hədisdə də bilirsiniz, gəlmişdir Peyğəmbər sallallahu aleyhi və səlləmdən halallar da açıq-aşkardır, haramlar da açıq-aşkardır, ortalarında şübhəli şeylər var. Kim şübhəli şeylər tərk eləyərsə, o adam irzini və dinini qorumuş olar. Ona görə
Bu babdan elm əhli xatırladır ki, qeyd edir ki, kim İslamda halal-haram məsələsi gəldisə, daha haqlıdır ki, müsəlman həmişə ehtiyatı götürsün. Daha haqlıdır ki, həmişə müsəlman ehtiyacı götürsün. Və həmçinin bu məsələ, başqa bir fiqhi məsələ var, qardaşlar. O məsələyə bənzəyir tamamən. O da təkbir namazı gecikmiş adam bir təkbirlə, məsələ, gəlib çatarsa, görərsə ki, imam rukudadır, bir təkbirlə Allahu Akbar deyib birbaşa rukuya gedərsə və bunu niyyət eləyərsə ki, bu həm təkbirətül ehram təkbiridir, həm də ruku təkbiridir. Bu şey, ikisini bir niyyətin etmək icazəlidir. Aydınmı, qardaşlar? İkisini, necə ki, İmam Müəllif Rahmanullah bunu Ədəb-ül Məşi ilə Salat kitabında gətirmişdir. Sahabələrdən bu şeyin varid olduğuna görə onlardan Zeyd ibn Səbit və İbn Ömər və bu məsələdə sahabələrin içində onlara müxalif olan heç bir kəs tanınmır. Deməli, bu məsələ bizə nəyə xatırladır, qardaşlar? Bu sual çox verilir qardaşlar arasında. Burada doğru rəyin nə olduğunu qeyd elədik. Kim Bismillahi qəsdən tərk eləyərsə, dəstəməzi batildir. Kim unudaraq tərk eləyərsə, dəstəməzi səhihdir, doğrudur. Bu rəyi dedik ki, iki şeyə görə dəstəkləyirik. Birincisi, dəlili açıq-aşkar olduğuna görə, ikincisi də bu məsələ ixtilafdan çıxmaqdır və dində ehtiyatı götürməkdir. Doğrusunu Allah Teala bilir. Bu məsələnin ilgili sizlərin bu sualına cavabım bu qədərdir. Gələn dərsdə də növbəti məsələlərə toxunacaq. Allah bizə eşitib faydalardan etsin, bilmədiklərimizi öyrətsin, bildiklərimizi əməl etməyi nəsib eləsin və sözlərimizdə və əməllərimizdə ixlas nəsib eləsin. Və sallallahu aleyhi ve sellem və barik alə nəbiyyə Muhammed və alə əlihi və sahbihi əcməin. İxlasla.com saytı tərəfindən təqdim olundu.